manat uda bilər. Onlar bir-birini tanımırlar, amma əgər bu məbləğ udmaq istəyirlərsə, gərək bir komanda şəklində birləşsinlər. Onların 8-i buradan əli boş gələcək. Belə ki, hər raundun sonunda komanda kimin zəif bənd olmasına səs versə, həmin oyunçu studiyanı tərk edəcək. Komanda ilə tanış olaq. Fuad, 26 yaş, tarixçi, Kürdəmir rayonu. Afət, 48 yaş, həkim işləyirəm, Bakı şəhəri. Nüsrət, 28 yaş, elmi işçi, Bakı şəhəri. Talih, 28 yaş, Bakı şəhəri proqramist. Müseyib, rabitəçi, 55 yaş, Bakı şəhəri. Natella, 21 yaş, Bakı şəhəri, tələbə. Zəfər, 61 yaş, Bakı şəhəri, əmtaşünas. Emin, 29 yaş, Bakı şəhəri, həkim. Bəhruz, 27 yaş, Beyləqan rayonu iqtisadçı. İndi isə qaydalar haqqında. Hər raundun uduş məbləği 1000 manatdır. Bu pulun əldə etməyinin ən qısa yolu 9 düzgün cavabdan ibarət olan zəncir yaratmaqdır. Amma sizlərdən biri suala düzgün cavab verməyəndə zəncir qırılacaq, topladığınız pullar itəcək və siz zənciri yenidən qurmalı olacaqsınız. Topladığınız pulların təhlükədən qorunmağın isə yalnız bir yolu var. Siz sual səslənənə qədər bank deməlisiniz. Unutmayın ki, raundun sonunda yalnız banka qoyduğunuz pullar sizin olacaq. Birinci raund 3 dəqiqə davam edir və biz oyuna adı əlifba sırasına görə əvvəl gələn oyuncudan başlayırıq. Afət, bu sizsiz. Zəif bənd oyununa başlayırıq. İlk sualın dəyəri 25 manatdır. Vaxt getdi. Afət, hansı quşu baharın müjdəçisi adlandırırlar? Qaranquş. Düzdür. Nüsrət, ətalət qanununu kim kəşf edib? Newton. Düzdür. Talih, kimə kəmandar deyirlər? Kəmança çalana yoxsa ox atana? Ox atana. Düzdür. Müseyib, futbolda oyundan kənar vəziyyət necə adlanır? Offside. Düzdür. Natella, bank. Hərbi qulluqçuların xəstəxanasına nə deyirlər? Hərbi qospital. Düzdür. Zəfər, konyak ağ üzümdən hazırlanır yoxsa qara? Ağ. Düzdür. Emin, 1001 gecə baletinin müəllifi kimdir? Fikrət Əmirov. Düzdür. Bəhruz, xəbər nitq hissəsidir yoxsa cümlə üzvü? Nitq hissəsi. Düz deyil, cümlə üzvü. Fuad, Kankanın işi nədən ibarətdir? Təkrar edin. Kankanın işi nədən ibarətdir? Quyu qazmaq. Düzdür. Afət, Bank. Zərdüştlükdə xeyr Allahı əhrəməndir yoxsa hürmüst? Əhlimən. Düz deyil, hürmüst. Nüsrət, ipək qurdu nə ilə qidalanır? Tut çarpağı. Düzdür. Bank. Talih, donur qan verəndir yoxsa qan alan? Qan verən. Düzdür. Müseyib, Bank. Ölülər komediyasını kim yazıb? Pas. Cəlil Məmməd Quluzadə. Natella, köşək dəvə balasıdır yoxsa at balası? At balası. Düz deyil, dəvə balası. Zəfər, Giocondanın portretini hansı rəssam çəkib? Rembrandt. Düz deyil, Leonardo da Vinci. Emin, Səməd Vurğunun şeir həsr etdiyi Göyəzən dağı Azərbaycanın hansı bölgəsindədir? Qazax rayonu. Düzdür. Bəhruz, Bank. hansı quş öz yumurtasını başqa quşların yuvasına qoyur? Pas. Ququ quşu. Fuad, üsküyü başa geyirlər yoxsa barmağa? Barmağa. Düzdür. Afət, Bank. Bəxt üzüyü piyesinin müəllifi kimdir? Yusif Səmədoğlu. Düz deyil, Vagif Səmədoğlu. Nüsrət, balina balıqdır yoxsa məməli? Məməli. Düzdür. Talih, Bank. Bill Clintonu məhkəməyə çəkmiş katibənin adı nədir? Monika Bellucci. Düz deyil, Monika Lewinsky. Müseyib, musiqi alətlərini kökləmək üçün istifadə edilən etalon səs mənbəyi necə adlanır? Kamerton yoxsa kamerdinyer? Kamerton. Düzdür. Natella, Azərbaycanın dövlət kitabxanası kimin adını daşıyır? Axundov. Düzdür. Zəfər, Taylandın paytaxtı Hong Kongdur yoxsa Bangkok? Bangkok. Düzdür. Emin, Bank. tennisdə topu nə ilə vururlar? Topla. Raketka ilə. Düzdür. Bəhruz, Bank. Ədəm, cənnət deməkdir yoxsa cəhənnəm? Cənnət. Düzdür. Fuad, səhnə əsərinin quruluşuna və tərtibinə rəhbərlik edən şəxs necə adlanır? Dekorator. Düz deyil, rejissor. Afət, bu ölkələrdən hansının əhalisi dünya əhalisinin 1/5 qədərdir? Çinin yoxsa Hindistanın? Çinin. Düzdür. Nüsrət, bir vaxt bitdi və mən sualı sona kimi səsləndirə bilmədim. Bu raundda siz banka yalnız 350 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi.
Kimin biliyi Buratina qədər, tamahı isə Alisa'nın tamahından çoxdur. Savadından xəcalət çəkən kimdir? Biriniz buradan əli boş gələcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. İlk raundun güclü bəndi Emindir. Statistikaya görə zəif bənd isə Bəhruzdur. Görək komanda ilk səs vermədəcə kimi sıradan çıxaracaq? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Natella. Talih, Bəhruz. Nüsrət. Bəhruz. Bəhruz. Talih. Talih. Nüsrət. Elə ilk səs verməniz heç-heçə ilə nəticələndi. 3 nəfər Taliyə, 3 nəfər də Bəhruza səs verib. Zəfər, ümumiyyətlə Jacondanın kim və yaxud nə olduğunu bilirsiniz? Təbii ki bilirəm. Bilməlisiniz də, uşaq deyilsiniz ki, 61 yaşınız var. Bəs niyə düzgün cavab vermədiniz? Birinci turdu, həyəcandır, birdən-birə çəkiliş. Daha kim həyəcanlanır? Əlinizi qaldırın. Bir dəfəlik bilim də. Onda heç olmasa həyəcansız, filansız deyin ki, taliyi niyə çıxardırsınız? Birinci turdu, 2 nəfərdən başqa hamının səhvi oldu burada. 2 nəfər tam cavab verdi, ona aydınlı bilirik. Bunlardan bir nəfər seçim eləməliydim, mən belə fikirləşdim, talihi yazdım. Natella, dəvə görmüsünüz? Televizorda. Bəs balasını necə? Televizorda görmüşəm. Bəs atın balasını necə? Realda görmüşəm. Bunların hansına köşək deyirlər? Dəvənin balasını. İndi bildiniz də, hə? Bilirdim. Niyə demədiniz? Məşhur həyəcan. Bəs niyə görə Bəhruz? Bəhruz 2 suala cavab verə bilmədi və banka pul qoymadı. Bayaqdan deyirsiniz həyəcanlısınız. Həyəcanlıyam. Amma sonda dedikləriniz dəqiq idi və həyəcansız. Emin, Bəli. raundun güclü bəndi sizsiz və qaydalara görə kimin oyunu tərk edəcəyini də siz müəyyən edirsiniz. Hatırladım ki, seçiminizi dəyişə də bilərsiniz. Beləliklə, Talih yoxsa Bəhruz? Əslində mən Bəhruzla Talih arasında tərəddüd elədim, amma Talihin talihi belə gətirdi ki, qərarımı elə vermişəm, dəyişmirəm. Talih, 8 həyəcanlı sizin talihinizi həll elədi. Ən zəif bənd sizsiz. Xudahafiz. Mən belə fikirləşirəm ki, yəni komandanın mənə qarşı olan haqsızlığı oldu ki, ilk raundda məni güclü bənd olmasam da, yəni zəiflərdən xeyli güclü olduğum halda məni oyundan kənarlaşdırdılar və Emin söylədi ki, talihin talihi bu oyunda həll olur və mən Eminə demək istəyirəm ki, Emin, sənin söylədiyin kimi növbəti bir raundda sənin də talihin həll olunur və səni oyunda kənarlaşdıracaqlar. İkinci raund. Siz banka yalnız 350 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. 8 iştirakçı qaldı. Bu raundda vaxtınız 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Emin, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Emin, bir put neçə kiloqramdır? Pas. 16 kiloqram. Bəhruz, Aleksey Tolstoyun Qızıl Açar nağılının qəhrəmanı Buratinodur yoxsa Pinokyo? Pinokyo. Düz deyil, Buratino. Fuad, Amerika Birləşmiş Ştatlarının dövlət dili hansı dildir? İngilis. Düzdür. Afət, bank, Bolqar çayı bu ölkələrdən hansının ərazisindən axır? Bolqaristandan yoxsa Azərbaycandan? Azərbaycan, Düzdür. Nüsrət, Bank. Everest hansı dağın zirvəsidir? Pas. Himalayın. Müseyib, vaxtilə Gədəbəydə yerləşən mis əritmə zavodu olan şirkətin adı Ericsson idi yoxsa Siemens? Erikson. Düz deyil, Siemens. Natella, Azadlıq heykəli Amerikanın hansı ştatındadır? New York. Düzdür. Zəfər, Bank. Sərvər nökərə deyirlər yoxsa rəhbərə? Rəhbər. Düzdür. Emin, sonuncu Gəncə xanı kim olub? Cavad xan. Düzdür. Bəhruz, Bank. Almaniyanın paytaxtı Berlindir yoxsa Bonn? Berlin. Düzdür. Fuad, bazu bəndi qola bağlayırlar yoxsa ayağa? Qola. Düzdür. Afət, bank, bu əsərlərdən hansını Jules Verne yazıb? 15 yaşlı kapitanı yoxsa 2 kapitanı? 15 yaşlı kapitan, Düzdür. Nüsrət, Bank. Arşın Balalan operettasında Gülçöhrənin atasının adı nədir? Pas. Sultan bəy. Müseyib, hansı ölkədə ərli qadına Frau deyə müraciət edirlər? Fransada. Düz deyil, Almaniyada. Natella, ən nəhəng ilan hansıdır? Anakonda. Düzdür. Zəfər, Bank. muslin parça növüdür yoxsa bitki? Parça. Düzdür. Emin,
Atalar sözünə görə aç doyuq yuxusunda nə görər? Darı. Düzdür, Bəhruz. Bank. Abqoranı hansı meyvədən hazırlayırlar? Ərikdən. Düz deyil, üzümdən. Fuad, bu ev quşlarından hansının yumurtası daha iridir? Qazın yoxsa toyuğun? Qazın. Düzdür. Afət. Bank. Vaxtilə məşhur olan Beatles qrupu neçə nəfərdən ibarət idi? 4. Düzdür. Nüsrət. Bank. Gəmi otaqları necə adlanır? Kayut yoxsa kupe? Kayot. Düzdür. Müseyib. Səma cisimlərini hansı cihazla müşahidə edirlər? Teleskopla, natella. Azərbaycanda yetişdirilən dayan şirə üzüm sortunun gilələri ağ olur yoxsa qara? Ağ. Düzdür. Zəfər. Nərd taxtada neçə xana olur? Fuh. 24. Düzdür. Emin. Dingo nədir? Vəhşi at yoxsa vəhşi it? Vəhşi it. Düzdür. Bəhruz. Bank. Cücələrin mahnısının bəstəkarı kimdir? Oktay Zülfüqarov. Vaxt bitdi. Düzgün cavab Qəmbər Hüseynli. Bu raundda siz banka 425 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Kimin boşboğazlığı savadı qədər az, savadı isə boşboğazlığı qədər çox olsaydı yaxşı olardı. Dili olub, dilçəyi olmayan kimdir? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Statistik nəticələrə əsasən Afət bu raundun güclü, Müseyib isə zəif bəndidir. Görək səs verməyə hazırlaşan komanda qərar verərkən statistikanı nəzərə alacaqmı? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Müseyib. Bəhruz. Müseyib. Bəhruz. Bəhruz. Nüsrət. Müseyib. Müseyib. Nüsrət, buyurun, seçiminizi izah edin. Keçən raunda baxanda bu raund mən çox zəif idim, amma məndən sonra zəifisi Müseyib idi. Ona görə məcbur oldum onun adını yazdım. Deyin görüm Everest haralarda yerləşir? Himalay dağında. Bunu bilirdiniz. Bilirdim. Bəs niyə düzgün cavab vermədiniz? Çaşdım. Mən səhv eləmirəmsə, siz coğrafiya üzrə elmi işçisiz. Bəli. Kaş süd məhsulları üzrə olaydınız. Bəhruz, siz öz seçiminizi izah edin. Bilirsiniz, bu oyunun şərti həm ədalətsizlik, həm də demokratik. Belədir ki, ədalətsizlik ondadır ki, komanda üzvləri subyektiv olaraq, verdikləri rəyin obyektiv təsirindən asılı olaraq hər kəsi istədiyimiz kimi çıxarda bilər, yəni komanda üzvləri çıxarda bilər. Müseyib bu raundda çox zəif iştirak elədi. Həm banka pul qoymaqda, həm vaxt uzatdı, həm də ki, suallara düzgün cavab verdi. Siz fəlsəfə elmləri namizədi deyilsiniz. Yox, amma gələcəkdə fikrim var. İnanmıram ki, bir şey alınsın, amma hər halda çalışın. Müseyib, bivec oyuncu topu öz qapısına vurar. Ən zəif bənd sizsiz. Xudafiz. Biraz pasiv iştirak etdim. Zəif bənd oldum. Düz sözə nə deyəsən? Oyuncuların seçimi ilə razıyam, haqlı oldular. Qalan oyunculara uğurlar arzulayıram. Mənim fikrimcə Emin bu oyunun qalibi olacaq. 3-cü raund. Siz banka yalnız 775 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 2000 manat ola bilərdi. 7 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Afət, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Afət, keçinin balasına nə deyirlər? Oğlaq yoxsa balaq? Oğlaq. Düzdür. Nüsrət, Bank. Avropa Birliyinin pul vahidi nədir? Evro. Düzdür. Natella. Bank. Darülfünun nədir? Xəstəxana yoxsa universitet? Xəstəxana. Düz deyil universitet. Zəfər, güləb əsasən hansı güldən hazırlanır? Qızılgül. Düzdür. Emin, dirijabil hava nəqliyatıdır yoxsa su? Hava nəqliyyatı. Düzdür. Bəhruz, Bank. pravoslavlıqda ali dini rütbə necə adlanır? Yepiskop. Düz deyil patriarx. Fuad, yatağan nədir? Əyri qılınc yoxsa uzun qamçı? Nə?
təkrar eləyin. Yatağan nədir? Əyri qılınc yoxsa uzun qamçı? Əyri qılınc. Düzdür. Afət. Bank. Şahmatın vətəni hansı ölkədir? Hindistan. Düzdür. Nüsrət. Bank. Latviyanın paytaxtı hansı şəhərdir? Riga yoxsa Vilnius? Riga. Düzdür. Natella. Bank. Beynəlxalq məhkəmə hansı şəhərdədir? ABŞ. Düz deyil Haaqa şəhərində. Zəfər. Degustator nəyi təyin edir? Məhsulun keyfiyyətini yoxsa kəmiyyətini? Keyfiyyətini. Düzdür. Emin. Bank. Kitab-ı Dədə Qorqud dastanlarında bölmələr necə adlanır? Boyla, 12 boyla. Düzdür. Bəhruz. Bank. İlk əskinaslar harda meydana gəlib? Çində yoxsa Misirdə? Çində. Düzdür. Fuad. Bank. Şəngül, Şüngül və Məngül mənzum nağılını kim yazır? Mikail Müşfiq. Düzdür. Afət. Bank. Şəxsi heyətin sayına görə alay böyükdür yoxsa diviziya? Diviziya. Düzdür. Nüsrət. Bank. Nizami Gəncəvinin əsl adı nədir? İlyas. Düzdür. Natella. Bank. Zığzıq səhra böcəyidir yoxsa meşə quşu? Meşə quşu. Düzdür. Zəfər. Bank. Xarəzm dövlətinin hökmdarları hansı titulu daşıyırdılar? Sultan. Düz deyil Xarəzm şah. Emin. Səs suda daha sürətlə yayılır yoxsa qurudan? Suda. Düzdür. Bəhruz. Bank. 1813-cü ildə Rusiya ilə İran arasında hansı sülh müqaviləsi bağlanmışdı? Gülüstan. Düzdür. Fuad. Göndələn çay hansı çayın qoludur? Kürün. Düz deyil Arazın. Afət. Boeing tipli sərnişin təyyarələri hansı ölkədə istehsal olunur? ABŞ-da. Düzdür. Nüsrət. Bank. Bülbül köçəri quşdur yoxsa oturaq? Oturaq. Düz deyil köçəri. Natella. Qobustan dövlət qorğunda zərb aləti kimi qəbul edilən daşın adı nədir? Qaval. Düzdür. Zəfər. Bank. Fonetika nəyi öyrənir? Səsləri yoxsa hərfləri? Səsləri. Düzdür. Emin. Bank. Vaxt bitdi və siz son məbləği banka qoya bildiniz. Bu raundda siz banka yalnız 450 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Tənqidlərim kimin bu qulağından girib, o biri qulağından vıyıltı ilə çıxır? Günün bu vaxtı ayaq üstə mürgüləyən kimdir? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Daha inamlı oynamış Afət yenidən raundu güclü bənd kimi başa vurub. Zəif bənd isə Natelladır. Gəlin görək səs vermədən sonra kim buranı pərişan tərk eləyəcək? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Bəhruz. Bəhruz. Natella. Nüsrət. Fuad. Natella. Natella. Bəhruz, sizin fəlsəfi fikirləriniz üçün darıxdım. Buyurun, açın sandığı, tökün pambığı. Deyin, niyə görə Natellanı çıxardırsınız? Xarakterizə feminist adamam. Həmişə qadınlara çalışmışam ki, hörmətlə yanaşam. Mən onun adını yazmazdım, lakin bundan əvvəl o 2 raund mənim ardıcıl olaraq adımı yazdı. Layiq olduğum halda da, olmadığım halda da. Raundda bilmədiyiniz sualı qoyuram bir tərəfə. Təzə bir sual ortaya çıxdı. Buyurun. Feminist sözünün mənasını bilirsiniz? Feminist Yunan mifologiyasına görə femina qadın ilahəsi sayılır və belə. Kaş ki, heç mən sizi dindirməyəydim. Nüsrət, Bəli. təsadüfən evdə bülbül saxlamırsınız. Yox. Ona görə də bilmirsiniz. Bülbül yalnız qəfəsdə olanda oturaq quş olur. Bundan sonra bilərəm. Daha doğrusu bülbülü qəfəsə ona görə salırlar ki, köçüb getməsin. İndi isə aramla hamıya izah edin ki, Natellanı niyə çıxardırsınız? Məncə bu oyun çox səhv oynadım, ona görə. Natella, zəncir zəif yerdən qırıldı. Ən zəif bənd sizsiz. Xudafız. Faktiki olaraq bu raundun zəif bəndi mən idim. Lakin belə tez gedəcəyimi də gözləmirdim. Və bir də düşünürəm ki, banka ən çox pul qoyanlardan belə biri mən idim. Və qalibə uğurlar, halal xoş olsun. Nobel mükafatları neçə ildən bir təqdim edilir? Hər il. Düzdür. Emin. Bank. Hərbi qurumların təlim keçdiyi meydana nə deyirlər? Poligon. Düzdür. Bəhruz. Bank. Ofeliya obrazı Şekspirin hansı əsərindədir? Hamlet. Düzdür. Fuad. Bank. Dünya müsəlmanlarının oruç tutduğu müqəddəs ay necə adlanır? Ramazan ayı.
Düzdür. Afət. Bank. Ar sahə vahididir yoxsa həcm vahidi? Sahə. Düzdür. Nüsrət. Bank. Məşhur xalq mahnısında Qubanın hansı almasından bəhs edilir? Ağ alması. Düzdür. Zəfər. Bank. Köfkən nədir? Güclü külək yoxsa xalq oyunu? Oyun. Düzdür. Emin. Bank. Tumanç parça növüdür yoxsa dəri? Parça növü. Düz deyil, dəri növü. Bəhruz. Azərbaycanın milli dirçəliş günü hansı ayda qeyd olunur? 12 noyabr. Düzdür. Fuad. Bank. Bunlardan hansı sitrus bitkisidir? Nar yoxsa naringi? Naringi. Düzdür. Afət. Bank. Yer planetini günəşin ultrabənövşəyi şüalardan qoruyan atmosfer qatı necə adlanır? Azon. Düzdür. Nüsrət. Bank. Bunlardan hansı mineraldır? Adrenalin yoxsa turmalin? Turmalin. Düzdür. Zəfər. Bank. X hansı əlifbanın hərfidir? Latın. Düzdür. Emin. Bank. Koks süni yanacaqdır yoxsa təbii? Təbii. Düz deyil, süni yanacaq. Bəhruz. Birləşmiş Millətlər Təşkilatının uşaq fondu qısaca necə adlanır? UNICEF. Düzdür. Fuad. Bank. Baobab ağacı yarpağını qışda tökür yoxsa yayda? Yayda. Düzdür. Afət. Bank. Velosiped yarışları keçirilən dairəvi meydança necə adlanır? Velotrek. Düzdür. Nüsrət. Bank. İsveçrənin neytrallığının tarixi nə vaxtdan başlayır? 19-cu əsrdən yoxsa 20-ci əsrdən? 19-cu əsrdə. Düzdür. Zəfər. Bank. Qızıl və gümüşdən bəzək əşyaları hazırlayan ustaya nə deyirlər? Zərgər. Düzdür. Emin. Bank. Sapant qədim silahdır yoxsa uşaq oyuncağı? Qədim silah. Düzdür. Bəhruz. Bank. 19-cu 20-ci əsrlərdə Azərbaycanın hansı rayonu ipək istehsalının mərkəzi sayılırdı? Şəki. Düzdür. Fuad. Bank. Bunlardan hansı yalnız başqa gəminin köməyi ilə hərəkət edir? Barj yoxsa tanker? Bank. Düzdür. Afət. Tank. Bədii əsərdə hadisənin inkişafının ən yüksək gərginlik nöqtəsi necə? Kulminasiya. Vaxt bitdi. Bu düzgün cavab idi. Siz banka yalnız 550 manat qoya bilmirsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Kim elə bilir ki, burada yel əsib, qoz tökülüb, yığan yoxdur? Pas deməkdən dili qabar çalan kimdir? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Afət artıq ardıcıl olaraq 3-cü dəfədir ki, raundun güclü bəndi olur. Statistikaya görə bu dəfə zəif bənd Emindir. Bəs komandanın gözünə ən zəif görünən kimdir? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Zəfər. Emin. Afət. Emin. Afət. Afət. Emin, siz süynini təbiidən, dərini parçadan ayıra bilmirsinizsə, bəs xəstəni sağlamdan necə ayırırsınız? Onun diaqnostik yolları ayrıdır. Siz onu bilirsiniz ki, analizləri səhv salsaz dəhşətli nəticələr baş verə bilər. Bəli. Bəs onda siz niyə öz kolleqanızın adını yazmısınız? Bu round məndən güclü olsa da, yəni bəylərlə davam elətdirmə qərarına gəldim. Bu round yox. Mən hesab edirəm ki, o ümumiyyətlə sizdən güclüdür. Filosof Bəhruz. Bəs bayaq dediyiniz feministik filan hara getdi? Mən həmişə tək feminanı yox, həm də femidanı üstünü tuturam. Hansı məqamlarda? Məsəl üçün, Qadın sizdən yaxşı oynayanda? Qadının məndən yaxşı oynamağı əsas şərt deyil. Hamı hər şeyi bilə bilməz və suala düzgün cavab verməmək eyib deyil, onu öyrənməmək eyibdir. Öyrənməkdə davam edin, amma ədalətli olmağı da unutmayın. Afət, mən yox. Komanda açıq-açığına təkid edir ki, ən zəif bənd sizsiz. Xudahafiz. Üç raundun güclü bəndi. Həmçinin qadın olmağımı nəzərə almayan 3 oyuncu kişi məni oyundan kənarlaşdırdılar. Arzu edərdim ki, həyatda onlar belə bir hərəkət etməsinlər. 5-ci raund. Siz banka yalnız 1775 manat qoya bilmirsiniz. Halbuki bu məbləğ 4000 manat ola bilərdi. 5 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır. Zəfər, keçən raundun güclü bəndi Afət oyunu tərk etdiyi üçün raundu sizlə başlayırıq. Zəif bənd oyununu davam edirik. Vaxt getdi. Zəfər, bunlardan hansı suda səsin yayılmasını öyrənən elm sahəsidir? Hidroakustika yoxsa hidrolokasiya? Hidroakustika. Düzdür. Emin,
Telefon sözündəki fon hissəciyi hansı mənanı bildirir? Səs, Düzdür, Bəhruz. bank, Malın ölkədən xaricə göndərilməsi necə adlanır? ixrac, Düzdür, Fuad. Alfred Nobelin ixtira etdiyi partlayıcı maddə necə adlanır? Dinamit. Düzdür, Nüsrət. Bank, Sözlərin mənşəyini tədqiq edən elm sahəsi hansıdır? qaz, Etimologiya. Zəfər. Maddənin onun bütün kimyəvi xüsusiyyətlərini özündə saxlayan ən kiçik hissəciyi necə adlanır? Atom. Düz deyil, molekul. Emin. Edmond Dantes Monte Cristo adını götürərkən hansı titulu satın almışdı? qraf, Düzdür, Bəhruz. bank, Tibbi maqqaşa nə deyirlər? pinset, Düzdür, Fuad. Bank. İndiki İstanbul şəhərinin əsasını hansı Roma imperatoru qoyub? Konstantin. Düz deyil, 1-ci Konstantin. Nüsrət. İnkişafın erkən dövründə olan insan orqanizmi necə adlanır? qaz, Embrion. Zəfər. Amerika Birləşmiş Ştatlarında böyük şəhərin başçılarına nə deyirlər? Mer. Düzdür. Emin. Bank. Hansı yılanı gözlüklü yılan adlandırırlar? kobranı, Düzdür. Bəhruz. bank, Hansı Quba xanının dövründə Bakı xanlığı Quba xanlığına birləşdirildi? Xatalı xan, Düzdür. Fuad. Bank. Azərbaycanda ceyranların mühafizə olunduğu əsas qoru hansıdır? Ağgöl. Düz deyil, Şirvan dövlət qoruğu. Nüsrət. Normal atmosfer təzyiqi neçə millimetr civə sütununa bərabərdir? 760, Düzdür. Zəfər. Bank. Azərbaycanda ilk hava yolu Bakı ilə hansı şəhər arasında açılıb? Moskva. Düz deyil, Tiflis. Emin. Əhalinin təbii artımını və yerləşməsini öyrənən elm hansıdır? miqrasiya, Düz deyil, demografiya. Bəhruz, axırıncı Aşırın bədii filminin ssenari müəllifi kimdir? Fərman Kərimzadə, Düzdür, Fuad. Bank. Hind rəqəmlərini Avropaya hansı xalq gətirib? Ərəblər. Düzdür, Nüsrət. Qədim Misirdə dini işləri kim idarə edirdi? Vaxt bitdi, düzgün cavab kahin. Bu raundda siz banka yalnız 300 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Kiminlə müqayisədə yerdə qalan oyunçuların biliyinə 1000 dəfə şükür etmək olar. Taytuşları dərs oxuyub ağ günə çıxanda cahillik zülmətində qalan kim olub? Birimiz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Raund ərzində ona düşən bütün suallara doğru cavab verən Bəhruz güclü bənddir. Bu raund cəmi bircə suala cavab vermiş Nüsrət isə zəif bənddir. Gəlin görək komanda üzvləri ən zəif qismində oyundan kimi çıxaracaqlar. Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Zəfər. Zəfər, Nüsrət. Zəfər, Fuad, Nüsrət, Zəfərin adını yazmısınız. Seçiminizi izah eləyin. Sizə sözüm çoxdur. seçim sadəcə ondan ibarətdir ki, gənclərlə oynamaq daha maraqlı olar. Nüsrət, sizə cəmi 4 sual vermişəm. Onun 3-ünə cavab verə bilməmisiniz. Yəqin bilmədiyim sahələrdən düşüb ona görə. Mən bir şeyə sevinirəm. Buyurun. Yaxşı ki, mən sizə 20 sual verməmişəm. Bu gedişlə bu sualların 18-inə cavab verə bilməyəcəksiniz. Fuad, Mən siz orta məktəbi necə oxumusunuz? humanitar fənləri əla oxuduğumu deyə bilərəm. Bəs coğrafiyanı? Həmçinin o da və bütün paytaxtları bilir. Fuad, hər şeydən əvvəl siz vətəndaşsınız. Düzdür. Azərbaycan vətəndaşı. Və Azərbaycanı yaxşı tanımaq bizim hər birimizin borcudur. İstər qoruqlarını, istər dağlarını, istər göllərini. İndi bu girişdən sonra seçiminizi söyləyə bilərsiniz. Niyə Zəfər yazmısınız? Açıq Zəfər tempi öldürür. Yəni ümumi oyunun tempini öldürür və mən deyərdim ki, Zəfər getsin istirahət eləsin. Hara tələsirsiniz ki? Mən tələsmirəm, sadəcə Zəfərə istirahət belə deyək də sifariş verirəm. Düzün deyim, bu oyunda sifariş qəbul olunmur. Emin, buyurun, pul şirin şeydir, elə deyil? bəli. O pulun yolunda komandada nə qədər güclü oyuncu var idisə, vurduz çıxartdınız. Bəzən siyasət lazımdır. Və yenə də davam edirsiniz görürəm. Heç olmasa başa salın, niyə Zəfəri yazmısınız? Çünki əvvəlki raundda Zəfər mənim adımı yazmışdı. Zəfər, çox götür-qoy eləyəndən sonra komanda elə qərara gəldi ki, ən zəif bənd sizsiz.
Xudahafiz. Afət getdi, mən çıxdım. İndi növbəti raundda bizə quyu qazan Emin özü gedəcək. Mən belə fikirləşirəm, bu zəif bənd olacaq. Oyunun qalibi belə fikirləşirəm ki, nə qədər təcrübə olsa da Bəhruz olacaq. Altıncı raund.